hepatit C bütün dünyada tıp aləmində, hepatologiya aləmində, qaraciyər xəstəlikləri içərisində çox önəmli bir yer tutur və hepatit C çox təəssüflər olsun ki, bu günümüzə qədər öldürücü bir virus sayılırdı. Yəni bu virus insanı qaraciyər xərsəngi, qaraciyər sirrozuna qədər aparan bir virusdur və hazırda günümüzdə bu virusdan qurtulmaq mümkündür. Yəni hepatit C-nin yeni çıxan müalicələri ilə biz hepatit C-ni tamamilə məhv edirik, müalicə edirik. Hepatit C öncəki müalicələrlə müqayisə elədiyimizdə hepatit C sadəcə interferonlarla müalicə olunurdu. Həftədə bir iynə və onun yanında digər tabletkaların istifadə olunmasından hepatit C müalicə olunurdu. Burada genotipdən asılı olaraq 6 ay, 1 il müddətində ağır iynələr verilirdi xəstələrimizə və burada müalicə olunma şansımız 20-65% arasında bir şanslıyıq ki, müalicədə bir effekt alacağıq. Çox təəssüflər olsun ki, bəzi xəstələrdə, müalicəyə cavab alınan xəstələrdə belə bu virus yüksələrdi. Artıq bu qorxudan azadıq. Çünki artıq hepatit C-nin yeni dərmanları çıxdı. Yeni iynə şəklində yox, tabletka halında və günlük istifadəsi rahat olan, günlük az miqdarda tabletkaların istifadəsi, müalicə müddətinin artıq 6 ay yox, 1 il yox, daha qısa müddətə gələn müalicələri çıxdı. Və bu müalicələrlə hepatit C-nin %90, 95, %96, bəzi kombinasyonlarla %98 və %100 nəticə əldə eləmək olur və istər hepatit C-yə yeni yoluxmuş, istər hepatit C-nin ağır mərhələlərində qaraciyər sirrozu olmuş, qaraciyər xərçəngi olmuş və yaxud hepatit C-yə bağlı qaraciyər çatışmamazlığına girmiş xəstələrin qaraciyər transplantı olmuşlarında belə hepatit C-nin müalicəsi artıq mümkündür. Bir çox xəstələrimizdən biz rastlaşırıq ki, xəstələr öncələr başqa mərkəzlərdə müalicələr almış, interferon müalicələri ilə və yaxud qaraciyərin müalicələri ilə, virus müalicəsinə aidiyyatı olmayan müalicələrlə müalicə almış və çox ruhdan düşmüşlər. Və hazırda o xəstələrimizdə çatdırmaq niyyətimizdir ki, xəstələr artıq heç bir şeydən qorxmasınlar, tam güvənli və əmin olsunlar ki, hepatit C müalicə olunandır. Günümüzdə hepatit C-nin müalicəsi var və tamamilə %98, %100-lərə qədər tam ulaşa bildiyimiz bir müalicə taktikaları, müalicə prinsipləri var. Müalicə tamamilə olunandır. Təkrar edirəm ki, xəstələr hansı mərhələdə olmasından asılı olmayaraq hepatit C artıq müalicə olunur və xəstələr tam öncələr müalicə almış xəstələr belə heç bir ruh düşkünlüyü olmadan müalicəyə başlasınlar. Mən daha öncə hepatit C ilə bağlı və qaraciyər xəstəlikləri ilə bağlı müalicə almış xəstələrin daha çox sıxıntılarını anlayıram bu sahədə. Çünki onlar psixoloji olaraq artıq sarsılıblar. Burada həm müalicəyə bir güvənsizlik yaranıb, həm təbii ki, öncələri müalicə üçün böyük vəsaitlər itiriblər. Artıq müalicədən fayda görmədikdən sonra müalicə olunmaq istəmirlər. Əslində onlar çox haqsızdırlar müalicəyə gəlmədiklərinə görə, müalicə olunmaq istəmədiklərinə görə. Çünki bu müalicələr, öncəki interferon müalicələri, hansı ki həftədə bir təyin olunan iynələr, bunların çox yan əlavə təsirləri vardır və bu təsirlər istər sinir psixoloji yöndən, istər dəri problemləri, istər hər hansı altda yatan bir revmatizmal problemləri, şəkərmi, tiroid xəstəliyimi və ya digər başqa problemli xəstəlikləri şiddətləndirirdi, daha da qabarıq formada göstərirdi və bu iynələrlə xəstənin 1 illik müalicəsi çox çətinliklə, bəzən də gedirdi və bəzən də bu müalicəni sona çatdıra bilməyən xəstələr olurdu ki, artıq bu müalicəyə tab gətirə bilmirdilər. Hazırki müalicələrdə isə yeni hepatit C müalicələri üçün istifadə olunan tabletka şəklində müalicələr həm günlük istifadə üçün çox rahatdır, həm də bu dərmanların əlavə yan təsirləri demək olar ki, yoxdur. Yəni bu dərmandan hər hansı bir əlavə yan təsirə məruz qalmırıq və ən önəmli tərəfi günlük xəstələrin istifadə edə biləcəyi miqdarda az tabletka sayında olur və
müalicənin müddəti çox qısa bir müddətdə artıq olmağa başladı. Bəzi xəstələrdə 3 ay tamamilə bu virusun müalicəsində istifadə olunur. Amma çox ağırlaşmış xəstələrdə isə, yəni qaraciyər sirozu, qaraciyər xərçəngi kimi problemlərlə üzləşən xəstələrdə isə bəzən 6 aya qədər getməyə məcbur oluruq. Hətta müəyyən qrup xəstələrimiz vardır ki, bunlar qaraciyərin zədələnməsinə, genotipə bağlı olaraq hətta bu virusun müalicəsi 2 ay təyin olunur. Və virusun müalicəsində ilkin hədəf olaraq normal guideline protokollar üzrə daha çox çalışırıq ki, virusun müalicəsində virusun sayından asılı olmayaraq, miqdarından asılı olmayaraq bu virusu 2-ci, 4-cü həftədə belə bədəndən təmizlənsin və təbii ki, müalicə kursu da öncədən planlaşdırıldığı şəkildə normal 2 aylıqmı, 3 aylıqmı və yaxud 6 aylıq olmaq şərtinin getməsində. Bu xəstələrdə ən erkən nə qədər cavab alarıqsa, bu müalicəmizin daha yüksək effektiv olduğunu göstərir. Hazırki praktikalarımızdan da görürük ki, hətta bir həftələrində belə bu xəstələri tamamilə bu virusdan azad olması mümkün olur və müalicə kursunun tamamlanması ilə müalicə tamamilə bitmiş olur.